Ya ibadi, innekum tuxti'un bil-leyli ven-nehar ve ana aghfiru'z-zunuba cemi'an festagfiruni aghfir lakum. Ey qullarım, siz gecə və gündüz günah işləyirsiniz. Məndən bağışlanma istəyin ki, sizi bağışlayım. Ya ibadi, innekum len tabluğu darri fetedurruni ve len tabluğu nef'i ve tenfa'uni. Ey qullarım, siz mənə zərər verə bilməzsiniz ki, mənə zərər verəsiniz. Mənə xeyir də verə bilməzsiniz, mənə xeyir verəsiniz. Ya ibadi, لو أن أولكم وآخركم وإنسكم وجنكم كانوا على أتقى قلب رجل واحد منكم ما زاد ذلك في ملك شيئا. Ey qullarım, sizin əvvəlinciləriniz və axırıncılarınız, insanınız və cinləriniz, hamınızın qəlbi bir nəfərin qəlbi Allahdan qorxan, bir nəfərin qəlbi kimi olsa, Allahdan qorxan bir kəs kimi olsa, yenə də bu mənim mülkümə heç bir şey artırmaz. Ya ibadi, لو أن أولكم وآخركم وإنسكم وجنكم كانوا على أفجر قلب رجل واحد ما نقص ذلك من ملك شيئا. Ey qullarım, sizin əvvəlkiləriniz və axırıncılarınız, insanınız və cinləriniz, hamınızın qəlbi ən günahkar insanın qəlbi kimi olsa, ən günahkar insan kimi belə olsa, yenə də bu mənim mülkümdən heç bir şey azaltmaz. Ya ibadi, لو أن أولكم وآخركم وإنسكم وجنكم قاموا في صعيد واحد فسألوني فأعطيت كل إنسان مسألته ما نقص ذلك مما عندي إلا كما ينقص المخيط إذا أدخل البحر. Ey qullarım, sizin əvvəlkiləriniz və axırıncılarınız, insanınız və cinləriniz, hər biriniz məndən hər biriniz istədiyini istəsə, yəni hər biriniz öz istək, bir istək yox, öz bütün istəklərini istəsə və mən də hər kəsə öz istədiyini versəm, bu mənim mülkümdən heç bir şey azaltmaz. Necə ki, iynə dənizə girib çıxdıqda dənizdən nə götürərsə, o cürdə mənim mülkümdən heç bir şey azaltmaz. Yəni, iynə dənizə girib çıxdıqda nə götürə bilər? Yəni, okeana girdi, çıxdı, nə götürür? Heç bir şey. O cürdə mənim mülkümdən heç bir şey azalmaz. Sonra böyle, ya ibadi, İnnemâ hiye a'mâlukum uhsîhâ lekum thumme uvaffikum iyyâhâ femen vecede hayran felyahmedillah ve men vecede gayre zâlik felâ yelûmenne illâ nefsâ. Deyir, ey kullarım, bu sizin əməllərinizdir. Sonra bunlar hesab olunacaq. Kim xeyir tapsa, qoy Allah'a həmd etsin. Kim də ondan başqa bir şey tapsa, özündən başqa heç bir kəsi qınamasın. Deməli, qardaşlar, bu hədisi Müslim rəvayət edir və hədis qudsi hədisdir. Qudsi hədis nəyə deyilir? Yəni, bizdə müqəddəs deyilir. Yəni, niyə? Allaha idafə olduğu üçün. Yəni, mənası və ləfsi Allahdandır. Allah belə dedi. Bu şeylər Allah belə dedi və Allah Rasulü sallallahu aleyhi və səlləm də bizə çatdırdı. Qudsi demək müqəddəs demək. Yəni, Allah Teala'nın müqəddəs olmağı və həmçinin hədisi Şam əhli rəvayət edib. Yəni, bilirik ki, sahabələr Allah Rasulü sallallahu aleyhi və səlləm dünyasını dəyişdikdən sonra yer üzünə dağılırlar dəvət üçün. Şama, Afrika bölgəsi olsun, Ərəb müxtəlif bölgələrə dağılırlar. Onlardan nə biri Şam olur ki, bu hədisi də bütün Şam əhli rəvayət edir. Və də İmam Əhməd deyir ki, təbii Şamda çox sahabə olub, çox alimlər olub, çox hədislər rəvayət olub. Amma İmam Əhməd bu hədis üçün deyir ki, Şam əhlinin şərəfinə bu hədis yetər. Yəni, hədis çox əzəmətli hədisdir. Hədis çox əzəmətli hədis olduğu üçün İmam Əhməd bunu Şam əhlinin şərəfi kimi qeyd etmişdir. Və qardaşlar, deməli, hədis nə ilə başlayır? Hədis Allah Teala'nın zülmü haram etməsi ilə başlayır. Allah Teala'nın zülmü haram etməsi. Allah Teala nə buyurur? Hədisdə oxuduq. Allah Teala zülmü özünə haram etdi. Yəni, Allah Teala zülm edən deyildir. Və buna aid Quranda bir çox ayətlər var. Quranda sənin Rəbbin heç kəsə zülm etməz. Allah Teala heç bir qullarına zülm edən deyildir. Bu kimi mənada Quranda onlarla ayətlər vardır ki,
Allah Teala heç kəsə zülm etmir. Hətta ona düşmançılıq edən kafirlərə belə. Hətta ona düşmançılıq edən kafirlərə belə Allah Teala zülm etmir. Baxın, nə qədər bu günlərim Allaha qarşı isyan var, haqsız yerə zülmlər var. Amma buna baxmayaraq Allah Teala onların, o insanların yaxşı əməlləri də var. Nə qədər kafir olursa olsun, onun harca yaxşı əməlləri də var. Hardasa köməyim var, hardasa ehsanım var. Misal. Bunun axirətdə payı yoxdur da, biz bilirik axirət. Amma Allah Teala o kafirlərin dünyada etdiyi yaxşılıqları Allahın ədalətindəndir ki, dünyada onların qarşılığını verir. Axirətdə verməsə də, Allah Teala'nın ədalətindəndir ki, kafir belə olsa, yaxşılıq edirsə, Allah Teala dünyada onlara onun əvəzini verir. Yəni, bu Allah Teala'nın ədalətidir və Allah Teala heç bir kəsə zülm etmir. Qullar özlərinə zülm edir. Allah Teala, indi bəzi insanlar deyir ki, Allah mərhəmətlidirsə, adildirsə, niyə cəhənnəm yaratmışdır? Bu, elə cəhənnəm də Allahın ədalətindəndir. Baxın, nə qədər, nə dərəcədə günahlar törənir, fəsadlar törənir ki, hansı ki, bu insanlar, bu fəsad törədənlər, yer üzərində pozğunçuluq çıxardan, keçmişdən bəri, keçmiş fironlar, indiki fironlar ağıldan fikirləşdikdə də, ayətlərə təfəkkür etdikdə də bunlar nədir? Cəhənnəmi haqq edir. Törətdikləri əməllərə görə Allah Teala onları haqsız yerə cəzalandırmır. Onların yaxşılığına dünyada onlara verir, amma axirətdə cəzalandırması haqlıdır və onlar da bunu etiraf edəcək. Hansı kafirlər ki, cəhənnəmə atılacaq, onlar cəhənnəmdə etiraf edəcəklər ki, biz bunu ayətlərdə görürük. Düz başdan cəhd edəcəklər ki, biz bunu eləməyirik, biz bilməyirik. Başdan biraz cəhd edəcəklər. Amma sonra Allah Teala ayədə buyurur ki, فَاَعْتَرَفُوا بِذَنْبِهِمْ فَسُحْقًا لِأَصْحَابِ السَّعِيرِ. Onlar ayətin başlığında deyir ki, bizə Peyğəmbər gəlmişdi, itayət eləmədik. Biz keşkə Peyğəmbərin yolundan gedərdik. Sonra deyir, فَاَعْتَرَفُوا بِذَنْبِهِمْ. Onlar öz günahlarını etiraf edəcəklər. Və rədd olsun cəhənnəm sakinləridir Allah Əzə və Cəllə. Yəni, kafirlər belə cəhənnəmdə anlayacaqlar ki, bu haqsızlıq deyil. Allahın ədaləti və etiraf edəcəklər ki, Allah Teala doğru edir. Biz bu əməlləri etmişik dünyada. Allah Teala onların qarşılarına qoyacaq. Bu qədər şax öldürdünüz, bu qədər küfr elədiniz, bu qədər şirk elədiniz, bu qədər haqq ediniz. Allah Teala onları xatırladacaq və onlar da Allah Teala'nın ədalətli olduğunu biləcəklər. Və nədir qardaşlar? Allah Teala adil olandır, ədalətli olandır, zülm edən deyildir. Zülmü özünə haram buyurur. Həmsinin qulları arasında da haram buyurur. Qulları arasında da zülm eləmək, qulların, insanların bir-birinə zülm etməsi də haramdır. Bir-birinin haqqına girməsi də haramdır. Bir-birinə əziyyət etməsi də haramdır. Ona görə bir-birimizə əziyyətdən də çəkinməliyik. Bir-birimizin haqqına girməkdən də çəkinməliyik. Bir-birimizə zülm etməkdən də çəkinməliyik ki, bu Allah Teala bunu bizə haram buyurur. Və qullar arasında ən böyük zülm nədir, qardaş? Şirk. Nə deyir Luqman əleyhissalam? Ya buneyyə, la tuşrik billah, innə şirkə lə zulmun azim. Ey oğlum, Allaha ortaq qoşma. Allaha ortaq qoşmaq ən böyük zülmdür. Bu qulların etdiyi zülmdür. Yəni, ən böyük zülmün tərifi nədir? Başqasının haqqını başqasına vermək. Bir şeyi öz yerinə yox, başqa yerə qoymaq bu zülmün tərifidir. Və Allahın haqqını da başqalarına vermək nədir? Allaha qarşı bir zulmdur. Allaha qarşı bir zülmdür. Qulların etdiyi də ən böyük zülm nədir, qardaşlar? Ən böyük zülm şirkdir. Və sonra, qardaşlar, deməli, Allah Teala hədisə zülmün haramlığı ilə başlayır. Sonra keçir, Allah Teala qullarına əmr eləyir ondan istəməyi. Baxın, 4 şey zikr elədik. 4 şey. Bunun ikisi dinidir, ikisi dünyavidir. Hədisdə Allah Teala bu 2 dini və 2 dünyavi şeyləri ondan istəməyi bizlərə əmr eləyir. Deyir, məndən yemək istəyin yedirdim, hidayət istəyin, doğru yola yönəldim. Libas istəyin, verim. Hidayət, istiğfar edin, bağışlayın. 2 dini nədir, qardaşlar? İki dini hidayət və istiğfar, yəni Allahdan bağışlamaq istəmək.
Bunu Allah Teala bu iki dini şeyi bizim ondan istəməyimizi əmr eləyir. İki dünyavi nədir qardaşlar? Yemək, içmək, yəni rizq, Allah Teala'dan ruzi istəmək və ikincisi də libas istəmək ki, ayıb şeylərimizi örtək. Bu iki dünyavidir. Bu hədis bizə göstərir ki, mömin həm dünyasını qazanmalıdır, həm axirətini qazanmalıdır. Həm dünyada Allah Teala nə deyir? Deyir, dünyadan da nəsibini kəsmə. Allah Teala sənə verdiyi halal ruzilərdən ye, iç, israf etmə. Bu Allah Teala'nın buyruğudur. Allah Teala istəyir biz dünyada da yaxşı yaşayaq, doğru yaşayaq, təmiz yaşayaq. Axirətdə də. Bəzi insanlara dedikdə ki, dini yaşamaq, namaz qılmaq, ibadət etmək, elə zənn edirlər ki, qəbirə girib qəbirdə yaşayacaqlar. Yəni din hər şeyi yasaqlayır bu. Elə deyil yəni. Din insanın həyatını asanlaşdırmaq, həyatına nizam qoymaq üçün gəlmişdir. Və halal şeyləri ondan istəməyə gəlmişdir. Necə Bəqərə surəsində nə deyir? Deyir, Allah Teala iki sinif insandan danışır. Deyir, bir kəslər onlar deyərlər ki, ya Rəbbim, bizə verdiyini ancaq bu dünyada ver. Allah Teala deyir, onların axirətdə heç bir payı yoxdur. Və o kəslər ki, deyərlər, ya Rəbbi, bizə verdiyini bu dünyada da ver, axirətdə də ver. Onlar kimlərdir? Möminlərdir və Allah Teala deyir, onlar nicata qovuşanlardır, nicat tapanlardır. Kimlər ki, həm bu dünyasını istəyir, həm axirətini istəyir. Deməli, din həm bu dünyamızı qazanmağı bizə öyrədir, bizə göstərir, həm axirətimizi qazanmağı. Bu da ağıl sahibinin işidir. Ağıl sahibi həm bu dünyasını qazanmalıdır, həm bu dünyasını doğru düzgün yaşamalıdır. Bu dünyasında nə ona yardım edir, nə səbəbdir, hamısını ondan Allahdan istəməlidir, hamısı üçün can atmalıdır, hamısı üçün axtarmalıdır, həmsinin axirətini. Belə etdikdə nə etmiş olursan? Belə etdikdə öz dünyanı və axirətini qurtulmuş olursan. Əksi halda vay halına axirətdə. Ancaq bu dünyanı tuturam deyib, bu dünyanın arxasına qaçırsan, axirətini fikirləşmirsənsə, sənin əbədi olaraq əbədi həyatını itirirsən, bu da ağıl işi deyil. Deməli, qardaşlar, Allah Teala bu şeyləri bizim ondan istəməyimizi buyurur. Həm dini şeyləri, həm dünyavi şeyləri. Allah Teala'dan istəməyimizi bizə əmr edir. Bizə əmr edir ki, biz istəməliyik. Və istəmək də, qardaşlar, istəməkdə faydalar nədir Allahdan istəməkdə? Birincisi odur ki, qardaşlar, tövhidi izhar etmək. Çünki sən bir şeyi Allahdan istədin, istər ruzi, istər hidayət, istər başqa şeylər. Sən bilirsən ki, Allah Teala buna qadirdir. Sən buna etiqad edirsən. Bu da tövhidin özüdür. Sən etiqad edirsən ki, sənin istədiyin şey Allah Teala buna qadirdir, bunu sənə versin. Və həmçinin sən Allaha möhtaclığını göstərirsən. Sən göstərirsən, ya Rəbbi, biz sənə möhtacıq. Necə Allah Teala ayətdə nə buyurur? Ya eyyuhənnəs, əntumul fuqara'u ilallah. Vallahu huvel-ganiyyul hamid. Ey insanlar, siz Allaha qarşı möhtacsınız, Allaha möhtacsınız. Allah da zəngin olan. Amma biz istəməkdən Allaha nə göstəririk? Möhtaclığımızı. Heç bir şey bizim özümüzdən deyil, hər bir şeyi bizə verən Allahdır. Hər bir şeyi bizə verən Allahdır. Həmçinin istəmək bir ibadətdir. İstəmək bir ibadət. İstər kiçik şey, istər böyük şey. Necə hədisdə Tirmizinin rəvayət etdiyi hədisdə nə buyurur? Hətta ayaqqabınızın bağını belə çətinlik çəkdikdə ona Allahdan istəyin. Onu bağlamağı belə asanlaşdırmasını belə Allahdan istəyin. Düzdür, hədisi bəzi alimlər zəifləsə də, hədis məna olaraq səhihdir. Bəzi alimlər də səhihləmişdir. Məna olaraq səhih, yəni hər bir şey, kiçik və böyük. Hər bir şey Allah və Allah hədisdə nə gəlir? Allah sevinir bu halına. Sənin bu halına sevinir. Sən Allahdan istədiksə sevinir. Əksi, digər hədisdə gəlmişdir ki, Allah qəzəbi tutur. Allahdan istəməyənə, Allaha dua etməyənə. Allah Teala'nın qəzəbi tutur. Həmçinin, qardaşlar, faydalardan biri nədir? Dua istəmək bir ibadətdir. Əd-dua muxul ibadə. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, dua ibadətin özüdür. Deməli, bu da nədir? Sənin Allahdan istədikdə qazandığın qazanclardır ki, sən Allah Əzə və Cəllədən istəməlisən. Deməli, birinci istəməyi nəyi buyurur Allah Teala bu hədisdə? Əmr edir ki, deyir ki, məndən nə istəyin? Hidayət istəyin. Məndən hidayət istəyin. Birisi deyə bilər ki, hidayət olunmuşuq da, dini tapmışıq, niyə Allahdan
yenə hidayət istəyək. Ya belə var deyənlər. Belə fikir, hətta o vaxt biz belə bir-birimizə Allah hidayət etsin deyəndə bəzi qardaşlar deyər ki, elə demə de ki, hidayətini artırsın falan filan. Düzdür, bu handa müdaxilə yanlışdır. Məna səhihdir, müdaxilə yanlış. Niyə yanlış deyəcəm? Yəni Allahdan biz zaten hər namazda, hər dualarımızda bunu istəyirik. İhdinas sıratal müstəqim. Bizi doğru düz yola yönəlt. Bu hidayət istəməkdir, doğru yol istəməkdir. Birincisi sən istəməlisən ki, sən özünə qaranti vermə. Nə qədər hidayətdən sonra azanlar olmuş. Nə qədər dinini tərk edən insanlar olmuş. Təbii ki, sən hidayət istəməlisən. Sən özünü qarantiləməli deyilsən. Hər zaman Allahdan hidayət istəməsən. Hidayət istəməyin mənalarından biri budur. İkincisi odur ki, sən hidayətdə olsan belə bunu istəməlisən ki, hidayətin artsın. Hidayətin artması üçün hidayət istəməlisən. Üçüncü faydası budur ki, hidayətdə sabit, davamlı qalmağın üçün. Sabit, davamlı. Və sonra nə qədər hidayət tək tövhid neməti deyil ki. Nə qədər insan baxırsan ki, əlhəmdülillah tövhid əhlidir, şirkdən qaçır, küfrdən qaçır, bacardığı qədər. Amma şəriət əhkamlarını anlamayıb. Amma gedirlər hansısa fitnələrə. Hidayət bir tək Allahlıq deyil ki. Sən dini başa düşməyibsənsə, burada da sənə hidayət lazımdır. Gəlirlər bir il, 2 il, sonra başlayırlar fətva verməyə, o kafir, bu kafir. Başlayırlar dində hoqqa çıxartmağa. Burada da sənə hidayət lazımdır. Elə də bir çox firqələr, bir çox fitnələr. Deməli, hidayət istəmək hər zaman lazımdır ki, insan yəni, tək mən kəlmə-i şəhadəti dedim, bununla hidayət bitmir. Sən dini doğru düzgün başa düşməlisən. Dinin qayda-qanun, dinin məqsədlərini bilməlisən ki, bu din nəyə çağırır? Deməli, qardaşlar nədir? Allah Teala hidayəti istəməyə əmr edir ki, Allah Teala'dan hidayət istəyək. Sonra nə deyir qardaşlar? Sonra deyir ki, Allah Əzzə və Cəllə məndən yemək istəyin. Yəni, ruzi istəyin. Bu, hər kəsə aiddir və hər kəsə aiddir. Yəni, biri deyə bilər ki, bəs varlı neynir ruzini yeməyə? Zaten varı var da. Deyir ki, bəli, ona da lazımdır istəməyə. Axı, bir gün ola bilər ki, bankrot olar. Bir gün yerlə yetsən olar. Məsələ, varı gedir təbii. Hər bir kəsə, bir də ki, tək ruzi yemək, ruzinin özü bir nemətdir. Yemək, Allah Teala bizə ruzi verməsi, yemək bir nemət. Amma tək yemək bu deyil axı. Yeməyi yemək də başqa bir nemətdir. Nə qədər insanlar əlildir, əllərini ağzına apara bilmir. Nə qədər insanlar boru, yəni şılanq deyirik də, boru ilə yemək yeyir. Və yeməyi, bu neməti də fikirləşmək lazımdır. Nə qədər insanlar var, dad bilmir. Bunun özü də başqa bir nemətdir. Təbii ki, hər bir kəs Allah Teala'dan o şeyləri istəməlidir. Ruzini Allah Teala'dan istəməlidir. Allah Teala yenə nəyi buyurur? Deyir ki, məndən libas istəyin. Libas bilirik geyimdir. Amma burada var daxili libas, var zahiri. Zahiri bu geyimdir. Daxili libas isə bu təqvadır. Bunu da istəməliyik. Yəni libas istədikdə Allahdan 2 cür libas istəməliyik. Necə Quranda buyurur. Allah Teala ayətdə deyir ki, biz Adəm övladlarına ayıb yerlərini bərəsinlər deyə, ayıb yerlərini örtsünlər deyə libas verdik. Yəni bu paltardan qəsd edilir Allah Əzzə və Cəllə. Və ayətin da sonraki misrada deyir ki, amma deyir, təqva libası daha gözəldir. Bu libası verdik deyir. Ancaq təqva libası daha gözəldir. Deməli, Allah Teala'dan libas istəməliyik. Həm geyim olaraq, həm təqva libası olaraq ki, Allah Teala qəlblərimizi təqva ilə bəzəsin. Və sonra qardaşlar nə buyurur? Allah Əzzə və Cəllə deyir ki, məndən istiğfar edin, məndən bağışlanma diləyin. Mənə istiğfar edin. Məndən bağışlanma diləyin. Ki, biz bağışlanma diləməliyik Allah Əzzə və Cəllədən. Baxın, Allah Rasulü sallallahu aleyhi və səlləm nə deyir hədislərin birində? Yəni, keçmiş və gələcək günahları bağışlanmağına rağmen deyir ki, mən gün ərzində 70-dən çox Allaha istiğfar edirəm. Allah Teala'dan bağışlanma istəyirəm. Və Allah Teala'dan bağışlanma istəməyən qardaşlar, olduqca faydaları çoxdur, olduqca çoxdur. Ayətlərin birində Allah Əzzə və Cəllə nə buyurur? Və mə kənəllahu muəzzibəhum və hum yəstəğfirun.
onlar istiğfar etdiyi müddətcə Allah onlara əzab edən deyildir. Baxın, bu fəzilət yetərlidir. Ki, sən nə dərəcədə istiğfardasan, Allahdan bağışlanma istəyirsən, Allah Teala sənə əzab etməz. Allah Teala sənə əzab etməz. Və həmçinin alimlərdən birisi deyir ki, hər bir halında istiğfar et. Yəni evində də, işində də, məsciddə də, yolda da, maşında da. Deyir, çünki sən bilmirsən ki, məğfirət sənə harda gələcək. İşdən mi gələcək, məsciddəmi, səfərdəmi? Bilmirsən hansı zaman Allah səndən bunu qəbul görəcək və hansı bir vaxt səni bağışlayacaq. Ona görə əstəğfirullah və ətub ileyh. Allahdan bağışlanmağı diləyirəm və ona tövbə edirəm. Asan sözlərdir. Asan sözlərdir. Sadəcə bu asan sözlərdən möhkəm yapışmaq lazımdır. Bunu qəlbimizə, dilimizə alışdırmağımız lazımdır. Sonraki hədisin davamında Allah Əzzə və Cəllə buyurur ki, siz mənə zərər verə bilməzsiniz, siz mənə xeyir verə bilməzsiniz. Bütün hamınız yığılsa, yəni keçmişdə olanlarınız, gələcəkdə olanlarınız ən təqvalı insan olsa, hamı bir ən təqvalı olsa, yenə də mənə mülkümə heç nə artırmaz. Hamınız bərabər ən facir, ən günahkar olsa, yenə də mənim mülkümdən heç nə azaltmaz. Və hər kəs məndən istədiyini istəsə, mən də hər kəsə istədiyini versəm, bu mənim mülkümdən heç nə azaltmaz. İynənin dənizə girib çıxdığı qədər. Bu da onu göstərir ki, qardaşlar, yəni bəzi insanlar elə ibadət edir ki, minnət edir sanki Allaha. Sanki onun ibadətinin Allaha ehtiyacı var. Və yaxud da reklam edirlər ibadətlər. Sanki Allah. Xeyr, Allah Teala bu hədisdə deyir ki, yəni sənin etdiyin ibadətdir, sənin özünədir. Sən nə qədər sən ibadət elə, Allaha heç malına, mülkünə heç nə artırmır. Allah Teala mülkünə heç nə artırmır. Nə qədər sən günah elə, heç nə də azaltmır. Sənin günahın da, sənin xeyrin də ibadətin özünədir. Sən özün üçün edirsən, özün üçün qazanırsan. Allahın sənə ehtiyacı yoxdur. Allah möhtacsızdır. Bunlar hamısı sənin məsləhətin üçündür, sənin xeyrin üçündür. Və sonra nə deyir? Deyir ki, mən də hər kəsə hər şey istədiyimi versəm, mənim mülkümdən heç cür Allah Teala elə bir misal gətirir ki, yəni düşünün də dünyada ən böyük varlıq, məxluq sudur, düzdür, okeandır, okeanlardır, dənizdir. Baxın, iynə deyir, oraya girsə, çıxsa, iynə nəsə götürür, bəlkə götürər, nəsə mikroskopdan baxsan, nəsə bir damcı götürəyə, götürməyə, yəni deyək ki, nəsə götürsə, heç Allahda o da azalmır. Yəni o qədər də azalmır. Allah versə, dünya yaranından bu vaxta nə qədər insanlara Allah verib istədiklərini. Məsələ, bir düşünsən, təfəkkür etsən. Yəni bir sözdən Allah Teala nədir? Sonsuz zəngin olardı. Və Allah Teala'nın mülkü əksilməzdir. Bu hədis bizə nəyi öyrədir, qardaşlar? Allah Teala'nın bu gücünü, bu qüdrətini və hər zaman Allahdan istəməyi öyrədir. Yəni çəkinmə. Ona görə Allah Rasulü sallallahu aleyhi ve sellem nə deyir? Deyir, Allah'ım istəsən verərsən, deyir, dua etməyin. İstəsən verərsən. Yəni bəzi insan ola bilər düşünür ki, 10 dənə şey istədim, birdən ikisini verər, 8-ni verməz. Məsələ, istəsən, o mənəyə gəlir. Yəni, belə deyir, dua etməyin Allah'a. Deyir, ver. İstəsən verərsən, ver deyə dua edin. Yəni ki, Allah Teala qadirdir hamısını verməyə, hamısını Allah Teala'dan istəməyə, daima Allah'a yönəlməyə. Sadəcə təqsir bizdədir. Biz dualarımızda zəiflik edirik. Dualarımızda səhvkarlıq edirik. Peyğəmbərlərin həyatına baxın. Elə bu oxuduğumuz hədisin belə deyək məzmunu İbrahim əleyhissalam duası var Quranda. Odur məni yedirdən, içirdən, mənə doğru yol göstərən, xəta etdikdə məni bağışlayan İbrahim əleyhissalam duası. Elə deyək bütün peyğəmbərlərin baxsaz, yetərli qədər duası var. Musa əleyhissalam necə dua edir Allaha? Rabbi inni limə ənzəltə iləyyə min xayrin fəqir. Mənə nazil edəcəyin köməyə ehtiyacım var ya Rəbb. Allah da ona həm dünyalıq, həm axirət üçün yəni istədiklərini verir. Ona görə Allahdan bu hədislər bizi öyrədir ki, daima Allahdan istəyək. Allah Teala sonsuz zəngin sahibidir.
çəkinməyək dualarımızda, istəyək və Allah Təala gücünü, qüvvətini bilək. Baxın Allah necə misal gətirir. Hər kəsə istədiyini versə də Allah Təala mülkündən heç nə azaltmır. Necə ki iynə okeana girib çıxsa nəsə azaldırmı? Eləcə də Allah Təala mülkündən heç bir şey azalmır, heç bir şey əksilmir. Sonra nə buyurur? Allah Əzə və Cəllə, ey qullarım, bunlar sizin əməllərinizdir. Bunlar hesab olunacaq. Xeyir tapsaz Allaha həmd edin. Şər tapsaz başqa bir şey, yəni şər. Özünüzdən başqa heç nəyə qınamayın. Xeyir də şər də Allahdandır. Amma şərin səbəbi insan özüdür. İnsan öz nəfsinə uyur, günahlar edir. Allah Təala get günah et, zülm et demir. Sadəcə insan nəfsinə uyur, havasına uyur. Ondan dolayı insan nə edir? Şər edir. Və ona görə də özündən başqa heç kəsi qınamalı deyildir. Xeyir sənədir, xeyirsə Allahdandır. Allah Təala ki səni bu xeyrə müvəffəq edir. Ona görə qardaşlar, Allah Təala bizi xeyir əhlindən qılsın. Allah Təala bizləri bağışlasın, bizləri eşidib faydalanan qullardan etsin. Allahumma amin. Və axir davana enelhamdülillahi rabbil alamin. Yaxşıdır.